Əminəm ki, videoya baxanda içinizdən belə bir his keçir ki, aman Allah, ata niyə bu qədər uşağa əziyyət verir? Yəni rahatlıqla maneəni dəf eləsin, uşaq getsin. Amma inanın ki, atanın bu cür davranmağı uşağa o qədər müsbət nəticələr var ki, yəni inanılmaz dərəcədə. Təsəvvür edin ki, çətinlikləri dəf edə bilən uşaq gələcəkdə müstəqil, özünə inamlı, problemlərdən qaçan yox, onları həll etməyi bacaran bir şəxsiyyət kimi formalaşır. Öz müstəqil qərarlar verən bir şəxsiyyət kimi formalaşır. Ən əsası da iradəli, dözümlü bir insan kimi yetişir və bilirik ki, bu həyatda uğurlu olmağının sirri də məhz iradə və dözümdən, səbirli olmaqdan başlayır.